s. Reklam vermək üçün daxil oluram campaign yəni kampaniya hissəsindən create edirəm. Okey, reklam verəndə brand awareness məqsədi var, sales məqsədi var və lead generation var. Ümumiyyətlə mən sizə tövsiyə edərdim ki, əgər sales reklamlarından istifadə edirsinizsə, mütləq şəkildə siz website üzərindən eventlər qurmalısınız ki, bir nəticə əldə edə biləsiniz. Lead generation sizə data toplamağa imkan verir və yaxud da brand awareness-dən ilkin variantda reklamlar verə bilərsiniz. Traffic, video view və ya community interaction reklamlarından da istifadə edə bilərsiniz. Hansı ki, bu reklama sizə bir çox trafik gətirir, qoyduğunuz linkə, bu website ola bilər və yaxud da X1 link ola bilər. Video view elə daha çox videolarınıza view gətirə bilərsiniz və yaxud da öz videolarınızdan, video deməklə daha doğrusu öz TikTok səhifənizin engagementi artıra bilərsiniz. Tutaq ki, trafik reklamlarla davam eləyək. Davam elədiyimiz, yəni buradan full versiyaya keçək, o cür davam eləyək. Okey. Trafik reklamlarını seçdik. Davam eləməyimiz üçün biz burada manual campaign eləyirik ki, hər şeyi sıfırdan özümüz quracaq. Burada isə necə ki, sizdə Meta'da Advantage Plus var idi. Burada da Smart Plus campaignlərdən istifadə edə bilərsiniz və yaxud da manual davam edə bilərsiniz. Trafik reklamını seçib manual davam edirəm. Burada ad qrupuma ad qoyuram. Ad group name test olaraq yazaq. Ondan sonra burada mən hara yönləndirmə etmək istəyirəm. Web saytımı, əpəmi, yoxsa öz TikTok səhifəmdə TikTok Shop varsa TikTok Shop'a da yönləndirmə eləyə bilərəm. Gəlin ilkin variantda web sayt seçib davam eləyək. Bu hissədə deyir ki, sənin reklamın harda görsənsin. Bunu avtomatikdə qalsa algoritm özü təyin eləyəcək. Bu TikTokda ola bilər və yaxud üçüncü tərəf əplər də ola bilər. Və yaxud da deyirəm ki, mən yox, özüm təyin edirəm mənim reklamım harda görsənsin. Deyirəm, digər əpləri bağlayıram, yalnız TikTok qalsın. Advanced settings dedikdə isə user kommentə icazə vermək istəyir. Yəni deyir ki, istifadəçilər sizə sənin qoyduğun reklama kommentariya bildirsinlərmi, sənin reklama qoyduğun videonu yükləyə bilsinlərmi və yaxud sharing eləyə bilsinlərmi? Okey, açıq qala bilər və yaxud davam eləyək. Burada targeting hissəsinə gəldikdə, okey, burada sənin əgər ki, əvvəlki reklamlarında auditoriya yaradıb onları save eləmirsənsə, onları seçə bilərsən və yaxud demoqrafik hissədən qaldığın location seçə bilərsən və yaxud hədəf kütlənin location'ı seçə bilərsən. Burada prosta Bakı falan seçmək hələ ki olmur və yaxud Bakının bölgələrini seçmək olmur. Yalnız Azərbaycan seçib davam eləyə bilərsiniz. Ondan sonra burada yaşı seçə bilərsiniz. Hansı ki, burada metada olduğu kimi kateqoriyalara bölünüb. 13, 17, 18, 24, 25, 34 və s. Bu da ki, sizin birbaşa satdığınız məhsulun hədəf kütləsindən asılıdır. Burada bir neçə yaş da seçə bilərsiniz bu cür. Ondan sonra burada cinsiyyəti təyin edirsiniz. Kişi, qadın olsun, yoxsa hər ikisi olsun. Dilləri təyin edə bilərsiniz ki, hansı ki, siz reklam verəndə sizin reklamınız TikToku hansı dildə işlədənlərin qabağına çıxsın. Məsələn, mən bunu ərəbik qoysam, əgər Targovudakı bir restoranamsa və yaxud belə deyək, şəhərin mərkəzində olan bir oteli reklam eləyirəmsə, o zaman ərəb dilini qoyub, hansı ki, Azərbaycanda yaşayan ərəbləri nə edə bilirəm? Hədəfləyə bilərəm. Və yaxud da bizim ölkədə zaten ən çox istifadə olunan dillər hansıdır? Türk dili, İngilis dili və rus dillərindən də istifadə edə bilərsiniz. Və yaxud da mənim tövsiyəm odur ki, bütün dillərdə qalsın. Çünki siz zaten yuxarıda location olaraq Azərbaycanı təyin eləmişsiniz. Spending power bu hissə nə deməkdir? Bu hissə yəni ki, high spending power seçərkən əgər siz reklama bir məhsul qoymusunuzsa, o zaman bu hissəni seçsən, bu zaten burada gördüyünüz kimi hədəf kütlə biraz da daraldı. Bu deməkdir ki, sizin reklama qoyduğunuz məhsulu daha çox kim alma potensialına sahibdirsə, yəni loru dildə desək, xərcləməkdən qorxmursa, algoritm sənin başlayacaq reklamlarını onların qabağına çıxartmağa. Və yaxud da deyirəm ki, yox, elə bütün hər kəsin qabağına reklamlarımı çıxar. Gəldi auditoriya hissəsinə. Buradan siz yaratdığınız əgər auditoriyalar varsa, custom auditoriya, lookalike auditoriya, onları seçə bilərsiniz. Zaten növbəti dərslərdə yaradacağıq. Eyni zamanda burada
exclude audience, yəni həmin o auditoriyaları custom və yaxud lookalike exclude eləyə bilərsiniz. Ondan sonra gəldik bu hissəyə. Bu hissədə siz interest behaviors hissəsindən öz hədəfləmənizi qura bilərsiniz. Interest hissəsi hansı ki sənin seçdiyin hədəf kütlənin nəyə marağı var? Fuda mı, nə bilim, xəbərlərə mi, əyləncəyə mi, uşaq və yaxud uşaq məhsulları mı, ev heyvanlarına mı marağı var və yaxud bunların özünü də bölə bilərsiniz. Məsəl üçün ev heyvanı yeməyi, ev heyvanı oyuncaqları, səyahət aksesuarları ev heyvanı üçün və s. Bu sizə sırf marağı olduğunu göstərir. Purchase intentions onu göstərir ki, yəni istifadəçilər artıq bu belə deyək məhsulları, yəni nəyi reklama qoymusansa, bunu artıq almaq üzrədir deyək, lorla desək, və yaxud alma potensialı var deyək. Yəni bunlar artıq maraqlanmır, bunlar bir növ üst leveldədir. Yəni almaq istəyirlər bu məhsulu. Yenə də eyni şeyləri burada görə bilərsiniz ki, bunlar da maraqla yox, alma potensialı olanların qarşısına çıxardacaq. Video interaction, yəni istifadəçilər son 15 gündə TikTokda hansı videolarla engage eləyiblərsə, hansı tərzində, lifestyle tərzində, sports tərzində, entertainment tərzində və s. Creator interaction isə o deməkdir ki, yəni istifadəçilər TikTokda bu videolarla özlərinə kontent yaradıblar. Eyni zamanda da istifadəçilər son 7 gündə bu hashtaglərlə bağlı videolarla engage eləyiblər. Buradan da bunu təyin eləyə bilərsiniz. Device hissəsinə gəldikdə Android-in qabağına çıxsın, yoxsa iOS-un qabağına çıxsın. Əlavə olaraq burada versiyalar seçə bilərsiniz. Məsələn, Android 16-nın və yaxud yuxarının qabağına çıxsın. Android 15 və yaxud bunun üstünün qabağına reklamlar çıxsın və s. Həmçində iOS-da buradan təkcə iOS-u seçib, buradan da versiyasını təyin edə bilərsiniz. Device model hissəsinə gəldikdə isə Apple olsun, Google olsun, Honor, Huawei, nə bilim, burada var Nokia falan, Oppo və s. də təyin edə bilərsiniz. Gəldi connection tiplərinə reklamlar yalnız deyir Wi-Fi açıq olanlarda, yəni Wi-Fi ilə daxil olanlarda çıxsın və yaxud 2G, 3G, 4G, 5G ilə daxil olanlarda reklam çıxsın. Carrier hissəsi bizdə hələ ki no datadır, hansı ki bu hissə verir, deyir ki, əgər sənin misal üçün də reklamların bakseli mi qabağınasın, adresel işlədənləri mi, yoxsa nar nömrə işlədənləri mi qabağınasın, bizdə isə bu hissə hələ ki bağlıdır. Gəldi internet servis, hansı ki deyir ki, sənin reklamların hansı internet Wi-Fi-yə qoşulanların qabağına çıxsın. KTV-yə mi, Aztelekom mu, Uninet mi, Azər Online mı, yoxsa digərlərinin də qabağına çıxsınmı və s. Mən tövsiyə ederim ki, daraltmayın, hədəf kütləni daraltmayın, hamısı olaraq qalsın. Device price deyir ki, sənin reklamın kimlərin qabağına çıxsın, hansı ki, həmin şəxslərin telefonunun qiyməti burada təyin edirsən. İstəyirsən ki, 150 dollarla atıram. 350 dollar arasında kim telefon işlədirsə, onların qabağına çıxsın və s. Və yaxud da eyni price eləyib davam edə bilərsiniz. Budget hissəsinə gəldikdə isə burada da metoda kimi budget və yaxud daily və yaxud lifetime büdcə təyin edə bilərsiniz. Amma 10 dollar qoya bilmirsiniz, çünki TikTok deyir ki, minimum 20 dollar qoyub davam edə bilərsən. Okey, davam edək. Bu hissədə siz başlamış və yaxud bitmə tarixini qeyd edə bilərsiniz reklamın. Ondan sonra bu hissədə siz reklamı özünüz saat seçə bilərsiniz. Məsəl üçün ki, birinci gün, ikinci gün, üçüncü gün gecə saat 12-dən səhər saat 12-yə qədər və yaxud axşam saat 12-dən günorta saat 12-dən axşam saat 12-yə qədər də zamanları özün təyin edə bilərsən bu cür və s. Ondan sonra burada sənin məqsədin, əgər sən trafik reklamı verirsənsə, zaten 90% məqsədin nədir? Həmin qoyduğun linkə klik sayını artırmaqdır və yaxud landing page-in view-sunu artırmaqdır. Landing page bilməyənlər üçün izah edeyim. Bir linkə, yəni reklama və yaxud reklam olmasın, x bir belə deyək də, səhifəyə keçid edəndə, sayta keçid edəndə qarşıma çıxan ilk səhifəyə landing page deyirlər. Yəni reklama klik eləmirsənsə, qarşıma bir səhifə çıxıbsa, buna landing page deyirlər. Bu da deyir ki, sənə mən sənə landing page view sayını artırıram və yaxud klik sayını artırıram və yaxud da istifadəçilərin hər hansı bir action etmə sayını artırıram. Biz də deyirik ki, mən hələ ki klik sayını artırıram. Burada target cost per action. Cost per action da
biz bu metriki açsaq cost per action, yəni bizim actionımız nədir? Hal-hazırda klikdir. Yəni biz burada actionın yerinə kliki qoyacaq. Bizim burada metrikimiz, hədəfimiz nə olacaq? CPC, cost per click olacaq. Burada bir klikin qiymətini təyin edə bilərsiniz və yaxud da zaten məcburi deyil, alqoritm özü də təyin edə bilər. Keçirik növbəti mərhələyə, add mərhələsinə. Burada da add mərhələsinə ad qoyuruq və yaxud burada davam eləsək, add creative, yəni biz burada reklama qoyacağımız postları təyin eləyirik. Onu gəlin təyin eləyək. Ondan sonra burada dark post, buradan yükləyib dark post qoya bilərsiniz və yaxud TikTok post, hansı ki biz TikTok Business Center'da bu hissədə TikTok akkauntumuz hissəsinə bağlamışıq deyə buradan da TikTok postlarımızı seçə bilərik. Tutaq ki, eyni anda bir neçə postu seçə bilərsiniz. Məsəl üçün 4 dənə post və ya 3 dənə post seçdim. Davam eləyirəm. Okey. Bax, sol tərəfdə görsəniz sizin 3 dənə ədiniz. Mahnı paylaşımına deyirik. Yəni, başqaları sənin bu mahnıdan istifadə etsinmi və ya etməsinmi onu aktivləşdirə bilərsiniz. Davam edirəm. Burada call to action'ları özü sənə verir. 8 dənə call to action verir. Sən bunları ləğv eləyə bilərsən. Mən deyirəm ki, bunları ləğv eləyirəm. Öz istədiyim call to action'ları seçəcəm. Buy now, məsəl üçün shop now və bu ikisini seçəcəm. Deyirəm ki, bu ikisi bəsdir. Və burada əgər ki, hamısı qalarsa və yaxud birdən çox olarsa, bunu alqoritm həmin istifadəçinin qabağına özü uyğun gördüyü call to action'ı çıxardacaqdır. Ondan sonra bu hissələrdə istəsəz doldura bilərsiniz, istəsəz qala bilər. Product name'dir, productın şəklidir və satıldığı nöqtələri də əlavə edə bilərsiniz. Bir növ reklam uzantıları kimi. Ondan sonra bu destination hissəsi. Destination hissəsi isə URL-dir. Mən bura atıram öz saytımın URL-ini qoyacam ki, istifadəçilər reklama klik eləyəndə getsinlər o sayta. Okey. Və yaxud da burada əgər web saytı olmayan insanlar üçün deyirəmsə, burada siz custom page, yəni TikTok instant page-dən istifadə edə bilərsiniz. Hansı ki, əgər sizin web saytınız yoxdursa, burada custom landing page yarada bilərsiniz. Məsəl üçün, create eləyirəm. Baxın, burada create eləyəndən sonra özü mənə şablonlar verir. Deyir ki, bu şablonları özünə uyğun dəyişdirə bilərsən və sağ tərəfdə də onun previewsuna baxa bilərsiniz. Tutaq ki, bu mənim bu şablon, elə düşünün ki, Canva-nın üzərində işləyirsiniz. Burada şəkli dəyişə bilərsiniz, başlığı dəyişə bilərsiniz, mətni dəyişə bilərsiniz, konfarm eləyəndən sonra və burada öz məhsullarınızı qoya bilərsiniz. Mobile versiyasına buradan baxa bilərsiniz. Yəni web saytınız yoxdursa, burada da özünüzə landing page yarada bilərsiniz. Və yaxud da web saytınızda varsa, bura URL-inizi qoya bilərsiniz. Vəssalam. Burada isə artıq biz web sayt üçün növbəti dərslərimizdə eventlər yaradacaq, pikseli qoşub və satış yönümlü reklamlar da verəcəyik. Artıq buradan da reklamınızı publish eləyə bilərsiniz. Onu da unutmayın ki, siz burada yalnız bir kreativi dəyişdiniz. Digər kreativləriniz hələ də bu tərəfdə qalıdır. Buna da URL qoymalısınız, gəlməlisiniz və burada URL qoymalısınız. Artıq reklamınızı publish eləyə bilərsiniz. Növbəti dərslərdə görüşərik.